Salam aleykum. Hardayam hökməli qobi olmayan. Yəni sizin 3 otaqlı qiymət əla qiymətə. Bugünkü gündə bu qiymətə hal-hazırda 3 otaq çətin tapasan. Əvvəldə qiyməti deyim. Tam təmirli evdir. Qiyməti deyəcəm. Bax bir dənə burada çox böyük yataq otağıdır. Ölçüyə bax. Ölçülər çox yaxşıdır. Qiyməti hamısından yaxşıdır. Yəni bugünkü gündə bu qiymətə ev tapmaq biraz çətin məsələdir. Yəni qiymətinə görə gözəl variantdır. Buradan da koridor sistemidir. Koridor da çox böyükdür. Bəzi evlərin zalı boyda bunun koridoru var. Burada bir dənə çox böyük zalıdır. Pəncərəsinin qabağı boşdur. Pəncərələrin raşıtkasına qədər var. Deməli 4 dənə bundan lazımdır bunu almağa. Ya biraz da endirim eləyək. 39700 manata. 39700 verirsən, bu evə sahib olursan. 700 dənədir. İndi gələndə yəqin ki hardasa bəlkə onu da keçər. Real puldan gəlsin keçər ha. Yəni bu qiymətə belə bir ev gözəllikdə çətin tapasan. Qoşa, daşlı, şəxsi tikili ev axtaranlar üçün ideal variantdır. Yəni 156A yaxından işləyir. Burada da bir dənə geniş yataq otağıdır. Ölçüləri görürsünüz. Ölçülər gözəldir. Evin özü hamısından gözəldir. Qarşısı naves kimi artırılıb. Burada da bir dənə mətbəxdir. Yəni mətbəx mövqeyi çox güclü deyil, amma evin içərisində qalacaq hər yerdə olduğu kimi. Yəni bu qiymətə yaxşı variantdır. Biraz Hamam Sanuzelinin üzünün kafeli yoxdur, yerinin var amma. Hamam Sanuzel çox böyükdür. Yəni bir dənə ona gəzdirəcəksən, 700 də qoyarsan onun üstünə, yəqin ki endirim edər. Wi-Fi-na kimi mövcuddur. Hökməli Qobi yoluna Megastorun arxasından qalxırsan yuxarı 156A yaxından işləyir. Yəni neçəliklə də bir dənə tanış olaq. Yəni şəxsi tikili evə görə bu qiymətə əla variant. Kürsülüdür, qoşa daşdır. Varatası da var. Podval da genişdir. Baxın, həyəti genişdir. Həyətində əl damı kimi düzəldib. Həyətinə maşın girdi, polis yerinə qalıb. Bura podvalıdır. Podval da qupqurudur. Yeraltı su basenası da düzəldib, betonluyub. Çöldə də ayaqolusu var. Burada da əl damıdır. Baxın, əl damı artıq nəyinsə olsa qoymağa. Üstü evin paketdir, yəni düz deyil də, yəni. Burada da Hamam Sanuzelidir. Buradan da gəldik. Bir dənə çölüklə də tanış olaq. Çölüklə bir dənə göstərim sizə. Evin üstü, üz görkəmini də göstərim. Bir dənə üstü ilə də tanış olaq. Üstünü də göstərim sizə. Evin böyrünə keçməyə xodu da var. Yəni evin çöldən görünüşü də bu görünüşdədir. Yəni bax qazın şotiki, işığın şotiki hamısı mövcuddur. Yəni pəncərəsinin raşotkasına qədər üstü paket evdir. Yəni bu qiymət hal-hazırda panoraması da gözəldir. Əlaqə saxlayın, hər qiymətə əldə evlər var. Kim də evini satırsa, əlaqə saxlasın 1 günə, 2 günə, 3 günə gələk yoluna qoyaq.